Bir çox ölkədə deyirlər ki, iş yoxdur. Müəssisələr bağlanır, ixtisarlar başlayır. Hamı günahkarı kənarda axtarır. Telefonunuzu, geyiminizi və bugün aldığınız ərzaqları masanın üzərinə qoyun. Əksər hissəsi xarici məhsullar olacaq. Xarici məhsulları alanda ölkələrdəki pullar bir digər ölkəyə axın edir. İndi deyəcəksiniz ki, yaxşı, dövlətlər niyə icazə verir bu qədər xarici mal gəlsin? Qadağan eləsin. Azad bazar iqtisadiyyatı isə rəqabətə qarışa bilməz. Ona görə də dövlətlər bu münasibətlərə müdaxilə etmir, iş yerləri açmır və seçimi vətəndaşlarına buraxır. Seçim haqqı istehlakçınındır. İstehsalı olmayan xalqın gələcəyi başqasının əlindədir. İzləyici soruşa bilər. Yaxşı, mən yerli mal almaq istəyirəm, amma o sahədə yerli istehsal yoxdur. Nə edim? Sahibkar görür ki, xalq xarici brendə meyillidir. O bura milyonlar yatırıb fabrik qurmaqdansa, xaricdən hazır mal gətirib satmağı daha az riskli hesab edir. Yəni xalqlarda olan xarici mal sevdası yerli investorun qorxusuna çevrilir. Keçən əsrdə Yaponlar xarici malları daha keyfiyyətli olsa da onlardan imtina etdilər. Yapon xalqı bilərəkdən o xarab olan yerli maşınları aldı ki, o zavodlar bağlanmasın. Xalqın verdiyi dəstəklə Toyota, Honda, Nissan kimi dünya markaları ortaya çıxdı.